Herkese salamdırsa kanalıma videoma hoş geldiniz. Bu yeni bir videoda karşınızdayım. Videoyu keçməmişdən və kanalda destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndisə like ata bilərsiniz. Həmçinin dostlar Telegram kanalının linkini şərhlərdə paylaşacağım. Burada alış-satış siqnalları, səhim və kriptovalyuta yatırımı və onun haqqında xəbərlər və s. paylaşıram. Linkini şərhlərdə paylaşacağım dostlar. Oradan girərək takip edə bilərsiniz. Belə dostlar, gəlin videoya keçək. Bugünkü videoda Telegram kanalında söz vermişdim ki, yeni video 2026-cı ildə səhim fond bazarlarından pul qazanma haqqında yeni taktikamı sizlərlə bölüşəcəm. Yəni 2026-cı ildə artıq bir fond bazarları bir il daha üzərindən keçdi fond bazarlarını və biz bu bazarda hal-hazırda ən effektiv şəkildə necə pul qazanaq dostlar? Bildiyiniz kimi biz ABŞ birjalarına yatırım edirik. Yəni ABŞ şirkət səhmləri və ABŞ ETF-lərinə yatırım edirik. Və hal-hazırda bu fond bazarından necə pul qazanaq? İlk öncə dostlar, Telegram kanalında yoxsursa mütləq gəlin bura. Çünki mən burada yatırım etdiyim səhmləri və ETF-ləri paylaşıram. Yəni investisiya etmək üçün Telegram kanalına gəlmək çox önəmlidir. İkinci olaraq kanala abunə olursunuz ki, yeni videoları da izləyə bilərsiniz. Və necə edirik? Məsələn dostlar, deməli Nasdaq-a gələk ilk öncə. Gördüyünüz kimi Nasdaq-ın qiyməti 25700-dür. Dünən və sırağa gün ərzində əsasən sırağa gündə deməli Nasdaq əhəmiyyətli düşüş elədi. Əslində elə də böyük deyildi, lakin bir çox şirkət səhmlərində dərin düşüşlərə səbəb oldu bu Nasdaq indeksinin ümumi olaraq dəyər itirməsi. Yəni burada 78 dollar Marvel görürsünüz, lakin buradan da göründüyü kimi Marvel 77, hətta sizə deyim 74 dollara qədər belə düşüş yaşadı dostlar. Nasdaqın bir günlük 2% dəyər itirməsinə görə. Yəni ona görə də həmən gün fürsətlər daha bol idi. İndi də təbii olaraq fürsətlər var. İndi təbii olaraq şirkətlər böyük dəyər qazanmır. Məsələn, Gorilla Technology Inc şirkəti. Bu şirkət böyük gəlir gətirən şirkət. Hal-hazırdakı gəlirləri əhəmiyyətli dərəcədə dostlar. Gəlin buradan da baxaq. Burada maliyyə bölməsinə keçid edək. Məsələn, bu şirkətin dəyəri hal-hazırda çox aşağıdır. Həddindən artıq. 26 milyon və 33 milyonluq gəlir gözlənilir. Həmçinin 2 milyard dollarlıq müqavilə gözlənilir bu şirkət üzərində. Və həmçinin Ayva Technology lider texnologiyasında lider şirkətlərdəndir. Plus da ki, bu şirkət bir çox şirkətlərlə həm müdafiə sənayesində, həmçinin infrastruktur sənayesində də müəyyən müqavilələr bağlayır. Müqavilə sənayesini niyə vurğulayıram dostlar? Palantir Technology şirkətinin səhmi var dostlar. Bilməyənlər üçün gəlin qiymətdən baxaq Palantirdir. Mən Palantir Technology şirkəti necə populyarlaşdı? İlk öncə dostlar, Palantir Technology şirkəti gördüyünüz kimi 11% hal-hazırda qalxışdadır. Bu şirkət, mən bu şirkəti tövsiyə eləmişdim. Bəli, bu şirkəti belə tövsiyə etmişdim. Hətta mən bu şirkəti tövsiyə edəndə şirkətin dəyəri təxminən 30 dollar civarındaydı. Əgər o vaxtda məni izləyənlər varsa YouTube kanalında, yəni indiyə 3x-dan daha çox qazanıblar. Yəni hətta 4-5x. Yəni heç bir Azərbaycanda mən bu şirkət səhmini tanıdanda bəlkə heç bu sektor üzrə video paylaşan yox idi və bu şirkət hal-hazırda 163 dollardan 163 dollar civarındadır. Mən bunu paylaşanda 30 neçə civarındadır. Bir videoda göstərirəm sizlərə bu deməli səhmi paylaşdığımı. İndi vaxt gedəcək. Yəni bu şirkət kimi Ayva Technology şirkətdə müdafiə sənayesində müqavilələr bağlamağa başlayıb. Yəni eyni ssenari. Bu ssenarilər üzərində də müqavilələrini artırıb, gəlirlərini artıra bilsə, Ayvanı da Palantir kimi gələcək gözləyə bilər dostlar. Bu böyük ehtimaldır. Məsələn, indi görürük ki, şirkət hələ də böyük qazançlar qazana bilmir, hətta mənfidədir. Amma nə görürük? Görürük ki, müqavilələr bağlayır və nağd pullarını artırmağa doğru gedir. Ona görə də məsələn, bu Ayva Technology, Gorilla həqiqətən də böyük potensiallı şirkətlərdir. Yatırım etmək və yaxud etməmək sizin qərarınız. Mən sadəcə tövsiyələr verə bilərəm. Gördüyünüz kimi, hal-hazırda 16 milyon və s. gözlənilir. Lakin sizə deyim, bunlar 1-2 ilə 100 milyondan daha çox gözlənti olacaq. Yəni bu sadəcə hal-hazırdakı gözləntilərdir. Əsas taktikaya gəlsək dostlar, 2026-nın ən yüksək və ən sürətli şəkildə fond bazarlarından pul qazanma taktikası odur ki, siz deməli səhmləri büdcə bölüşdürülməsinə uyğun yatırım eləyirsiniz səhmlərə. Məsəl üçün çox yüksək risk deyə çox yüksək risk deyəndə məsələn Femi səhminə tutaq ki, buna 20% yatırım elədik və yaxud bunun kimi bir neçə səhmə də 10%, 15%dir və həmçinin Gorilla kimi səhmləri də 60-70% və ya Marvel kimi yatırımlar edirik və nəticədə onlarla gələn gəlirlə nə edirik dostlar? Onlarla gələn gəlirlə əsasən gümüş ETF alırıq dostlar. Gümüş ETF-i hal-hazırda gördüyünüz kimi mən gümüş ETF-nə dünən də yatırım elədim. Deməli gördüyünüz kimi dünən saat 20:48 civarlarında yenidən yatırım elədim bu səhmə qiymətə salmaq üçün. Və hal-hazırda gəlirdədir məndə gümüş ETF-i. Yəni gümüş ETF-nin ümumiyyətlə gümüşün dəyəri qalxacaq dostlar. Niyə bu ETF-i tövsiyə edirəm? Çünki mədən şirkətlərinin ümumi ETF-idir. Yəni təkcə Amerika yox, həmçinin Kanada, Rusiya, Avropa və s. yəni bir çox şirkət və təşkilatı özündə toplayıb əsasən mədən şirkətlərinin dostlar. Ona görə bunu tövsiyə edirəm. Yəni səhmdən gələn qazancın bir hissəsini gümüş və qızıl ETF-lərinə, əsasən gümüş ETF-nə transfer etsəniz,
Bu zaman gəlirləriniz əhəmiyyətli, çox əhəmiyyətli dərəcədə artım edə bilər dostlar. 2026-nın ən gəlirli taktikası budur dostlar. Səhim qazancını ETF-lərə ötürmək, ETF-lərdə uzun müddətli dəyərləndirmək və belə portfolyonuzu, yatırım büdcənizi, investisiya hesabınızı artırmaq. Bugünlük bu qədər dostlar. Videomu bəyəndisə like edə bilərsiniz, kanalıma bəyəndisə abunə ola bilərsiniz. Sağ olun, gələcək videolarda görüşərik.